Siz souz deyin, mən buna kəlafur deyim. Sümüklü ətim varsa əgər, yaxşı yuyuram, üzərinə çıxana qədər su əlavə edirəm, soğan içinə yerləşdirib qoyuram bişirməyə. Tam bişdikdən sonra kənarda kərə yağını əridirəm, üzərinə xırda doğranmış soğanı əlavə edirəm, duz, şəkər, tozu, sarımsaq əlavə edib qəşəng soğanı qovururam. Soğan qovrulandan sonra qabığı soyulmuş pomidor, biber əlavə edirəm, bir yerdə qovururam. Daha sonra əti əlavə edirəm içinə. Belə edəndə belə qəribə bir yeməyin ləzzətli dadı olur, belə ətri belə müsibət olur. Əti də əlavə elədim. Ətin suyunu da süzüb əlavə eləyirəm və salam qapağını bağlayıram qazanın. Harca bir 15 dəqiqə kifayətdir ki, tam bişsin. Və salam. Üzərinə keşniş əlavə eləyib süfrəyə verirəm. İnanın, o qədər dadlı, şirəli bir yemək olur. Mən kəlafur deyirəm, siz nə istəyirsiniz onu da deyin.